Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəranda bir sıra tədbirlərdə iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəranda bir sıra tədbirlərdə iştirak etdilər. Leyla Əliyeva və Alena Əliyeva əvvəlcə Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Anima Film Lənkəranda Animasiya Filmləri Festivalında oldular. Tədbir Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Anima Film Festivalı regionlarda layihəsi çərçivəsində təşkil olundu. Festivalda tarix, həmişəyaşıl, Narqız, Pulun dili, Sayuz, Graviton, Yer və Ay və Bum Bum filmləri nümayiş olundu. Növbəti tədbir Lənkəran Uşaq Evinin əsaslı yenidən qurmadan sonra istifadəyə verilməsi oldu. Osman Mirzəyev adına 5 saylı uşaq evinin əsaslı təmiri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bina 1 və 2 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Tamamilə yenidən qurulan bu müəssisədə 120 uşağın rahat şəkildə yaşaması və təhsil alması üçün hər cür şərait yaradılıb. Sinif otaqları, musiqi və rəqs zalları, eləcə də tikiş və xalçaçılıq kabinetləri ən müasir avadanlıqlarla təchiz olunub. Burada istirahət otaqları, tibb otağı, qardirob, kitabxana, yeməkxana, oxu, akt və idman zalları, atraksiyonlar, eləcə də açıq idman meydançası fəaliyyət göstərir. Sosial xidmət müəssisəsinin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Lənkəran şəhəri sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbini də ziyarət etdilər. Əvvəlcə məktəbin şagird və müəllimlərinin birgə əl işlərindən ibarət zəfər tarixinin 5 illiyinə həsr edilən sərgi ilə tanış oldular. Sonra uşaqların məşğələləri və asudə vaxtlarının səmərəli təşkili prosesləri izlənildi. Burada autizm və Down sindromundan əziyyət çəkən, əqli inkişafdan geri qalan uşaqların mütəxəssislər tərəfindən təhsil alması və reabilitasiya prosesi təmin edilib. Həm də onların məktəbdə qalması üçün şərait yaradılıb. İnternat məktəbində Lənkəranla yanaşı ətraf rayonlardan da sağlamlıq imkanları məhdud uşaqlar təhsil və reabilitasiyaya cəlb olunurlar. Əndiqə Fərəcova, Nuran Ələkbərli, Aysel Abbasova, ASTV Xəbər.